İllərdir qəbizlikdən əziyyət çəkən insanlar məni sona qədər dinləməlidirlər. Niyə deyə soruşsaz, qəbizlik problemi var. Adam deyir ki, mən arıqlamaq istəyirəm, köp var, həzm prosesi var, metabolizma düzgün işləmir. Dostum, sən işlədici qutalaq, sənə çayları qəbul eləmək sənin bağırsağının müalicə olması demək deyil. Gördüyün fruktozan siropu, özüm sevərək istifadə edirəm bu siropu. Bax, gördüyünüz kimi siropa belə jeli halındadır. Bu siropu 3 qutu niyə istifadə edirsən? İlkin birinci qutu detoksa kömək edir. Yeganə məhsuldur ki, 2 saat müddətində bağırsaqları tam təmizləyəcək. Növbəti 2 qutu isə bağırsaq divarlarında müalicə işini görəcək ki, siz bu proqramı saxlayandan sonra belə sizdə qəbizlik problemi yaranmayacaq. Çünki qəbizliyi olan xanımlar və bəylər, saç sökülməsi, həzm problemi, qarında şişkinlik, ayaqlarda şişkinlik, tez yorulma hallarından şikayətçidirlər. Problemin səbəbini başqa yerdə yox, məhz bağırsaqlarınızı axtarıb tapmalısınız və bunun üçün işlədici yox, bağırsağınızı müalicə edə biləcək təbii qida əlavəsi ilə həll yolu etməlisiniz. 3 qutu fruktozanı vaxtında qəbul edin ki, qəbizliyin gələcəkdə yaradacağı fəsadların qarşısını alasınız.